Tədbirdən öncə İncəsənət Fakültəsinin qadın tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə 50 katan üzərində yağlı boya ilə çəkilmiş 20 dekorativ tətbiqi sənət nümunələri olmaqla ümumilikdə 70 rəsm əsər nümayiş olunub. Tədbirdə universitetin rəhbər heyəti, qadın əməkdaşları, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin kollektivi və tələbələr iştirak ediblər. Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov əlamətdar gün münasibətilə bütün qadınları təbrik edib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümumilli lider Heydər Əliyevin Azərbaycan qadının ictimai-siyasi fəallığının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Universitetdə çalışan akademik heyətin 50%-ni qadınlar təşkil edir və təhsil sahəsində gender bərabərliyini və həssaslığını təşviq edən tədris strategiyası tətbiq edildiyini bildirib. Elsəvər Əsədov həmçinin rektor Elbrus İsayevin müvafiq əmrinə əsasən Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin bütün xanım əməkdaşlarına pul mükafatını müəyyənləşdirildiyini də tədbir iştirakçılarına nəzərinə çatdırıb. Daha sonra çıxışlar dinlənilib. Fortepiano kafedrasının müdiri professor Səidə Məmmədova qadınların incəsənət sahəsində qazandığı uğurlardan, jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Şəhla Şirəliyeva qadınların milli mətbuat tarixindəki xidmətlərindən, meliorasiya və ekologiya mühəndisliyi kafedrasının baş müəllimi Leyla İbrahimova Azərbaycan qadınının cəmiyyətə verdiyi töhfələrdən söz açıblar. Sonra tədbirin bədii hissəsi baş tutub. Tərkibində Naxçıvan Muxtar Respublikasından əməkdar artisti, prezident mükafatçıları, İncəsənət Fakültəsi və Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında rəngarəng konsert proqramı təqdim edilib. Bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Gənclik İnstrumental Ansamblının bədii rəhbəri, Xalq Çalğı Alətləri ixtisasının tələbəsi Sahil Qasımov olan konsert xoş ovqat yaradıb. Ana dedi, görmez oldum yanında. Ana dedi. Fəxriyə Səyyadova, Akşin Məhərrəmov, Musa Süleymanov, Endu Xəbər.